Yeni vloguma xoş gəldiniz. Xatırlarsınızsa neçə video öncə toxumların əkilməsini paylaşmışdım. Videonun sonunda yerləşdirəcəm hansı vlogdur. O vlogu izləsəniz biləcəksiniz söhbət nədən gedir. Deməli əkdiklərimdən əmələ gələn də oldu, xarab olan da oldu. Düz çoxu bitdi. İndi göstərəcəm bir-bir. Hansı ki avokado tumlarını əkmişdim ən çox. Burada bunlar yenidir. Hardasa bir aylıq olar. Bu şabalıtdır, bu da bitdi. Şabalıt toxumundan əkmişdim. Daha doğrusu tumundan. Ondan sonra bu avokadodur, bu da yenidir. Daha sonra bu da ondan biraz böyükdür. Bu daha böyüdür. Bu ən birinci böyüyü olandır. O videoya baxsanız biləcəksiniz hansıdır bu. Daha sonra bu balaca limonlar vardı, odur. Təzyiq üçün olan limon. Yağışdan sonra şüşələr batıbdı, o leysan yağış oldu bilirsiniz. Onu silməmişəm hələ. Çünki dedilər ki, yeni yağış olacaq. Bu balaca limondur. Bunları yeni əkmişəm, bunlar üstə yazmışam. Bu normal limondur. Bu xurmadır. İri xurmalar olur, bahalı olan o xurmadan əkmişəm. Bu da xurmadır. Bir də mən sizə düzəltmə prosesində göstərəcəm indi. Avokadoların heç birini atmıram, ona görə belə çox bitib. Deməli, avokadonun qabığını soyuram, ondan sonra qoyuram, belə nəm salfetkaya bükürəm, sonra da paketə qoyuram ki, qalsın. Nəm qalsın, baxın. Buradan kök atacaq, buradan çıxandan sonra oca əkməyə hazırdır. Bu da belə. Burada da həmçinin kök verir, yavaş-yavaş. Bu isə mən həmişə əkmişəm, belə həyətə atmışam, ya da gül qabına atmışam, düzəltməmişəm. Amma indi hamısını düzəldib edirəm. Möcüzəyə baxın, xurma gör hardan çıxır, ortasından. Bu deyəsən olmayıb, bu çürüyüb. Bu. Daha sonra burada baxın, ortasından yenə cücərib, ay Allah. Bunlar əkiləcək inşallah. Amma o qabda əkdiyimizə cücətməmiş qoymuşam ki, görüm o nə göstərir. İnşallah bunları da əkəcəm. Başa düşmədiniz, nəsə varsa rəylərdə yazın. Bunlardan birini əkəcəm, sizə göstərəcəm necə. Avokadonun tumunu götürürsünüz, qoyursunuz birinci stəkana suya. 4 saat, 5 saat qalandan sonra qabığı biraz yumşalır. Yumşalırsa soyursunuz qabığı. Soyandan sonra ya balaca bir nəm əski, mən indi salfetkalara isladıb eləmişəm də, çox da su eləmin, nəm kimi də, pastanın nəm qalsın. Ondan sonra belə bunu qəşəng bükürük. Mən göstərim necə. Belə bükürük hər tərəflə. İndi bir əllə eləyirəm deyə tam göstərə bilməyəcəm. Belə bükdük. Görürsünüz nəm qalır. Bunu belə bükdükdən sonra, tam bükəndən sonra hər tərəfli bunu qəşəng qoyuram mən paketə. Paketə qoyandan sonra da burada da məndə var yenə 2 dənə və belə qaba qoyub ağzını örtürəm, qoyuram qaranlıq bir yerə, şkafın içinə qoyuram mən. Vəssalam qalsın. Tam cücərməyini istəyirsə 1 ay içində qalmalıdır. Mən sadəcə videonun üstünə çox vaxt keçdi. Ona qədər cücərdilər, kök atdılar, əkdim. Çoxsu böyüyübdür, bəzisiləri ondan sonra düzələnlərdir. Bunlar da ən son olanlardır. Sırayla göstərəcəm. Birinci nə edirik? Gördünüz. Bu formaya gəldikdən sonra mən belə qoyuram yenə stəkanda. Kök atsın. Bu hazırdır, kök atıb, bir dənə buradan çıxmağa qalıb, onu isə torpaqda yavaş-yavaş özü bitəcək. İndi mən bunu əkməyə göstərirəm sizə necə. Birinci qaba yarıya qədər torpaq tökürəm. Biraz isladıram. Həmin bu cücərən avokado, baxın, biraz uzaqdan göstərim. İçərisi yaşıldır. Həmin bu, burada fikir verin. Burada yavaş-yavaş çıxacaq. Bunu böyümüş alım, göstərəcəm bunu əkə inşallah. Deməli, ortaya qoyuram kök hissəsini.
Bu formada yavaş qoyuruq ki, əzilməsin. Çalışıq ortalama. Ondan sonra yarıya qədər, tam yox. Yarıya qədər torpaqla örtürəm. Nəyə görə belə bir video çəkdim? Çünki özümdə bunu əkən zaman çox axtarırdım ki, görüm necə edirlər bunu. Çox adam 90% diş çöpü ilə düzəldir. Yəni diş çöpünə keçirdir dörd tərəfdən. Yəni mən onu eləmədim. Nə yalan deyim. Deyirlər o daha rahatdır, amma mənim üçün bu daha rahatdır. Salfetka ilə ya da nəm əskiyə büküb düzəltmək. Və beləcə doldururuq basa-basa. Tam yox ki, çünki buradan düzəlmə gedəcək. Bunu bitirəndən sonra 1 aylıq, 2 aylıq, 4 aylıq hallarını da göstərəcəm sizə. Həmçinin ən böyüyünü də göstərəcəm. Biraz su töküm, biraz torpaq biraz yatsın. Spreylə eləsək daha yaxşıdır. Yavaş-yavaş tökək ki, avokadonun içinə girməsin. Kənardan ıslansın. Belə hazırdır. Bismillah deyək. Bitsin. Belə, yəni hazırdır. 2-3 gündən bir sulamaq lazımdır. Bunu qoyacağım kənara, o birisini sizə göstərim. Deməli, burada mən sizə yeni əkdiyimi göstərim. Bir də daha böyüyünü bu və yeni əkilmişdi. Yeni əkilmiş deyəndə ki, hardasa 2 aylıq falan olar. 1-2 belə. Tam yadımda deyil. Baxın, buradan başlayır açılıb düzəlməyə, böyüməyə. Bu biraz ondan hündür. Bu daha hündür. Bu isə 1 illik olandır, lap hündür olan. Bu da ortancıldır. Görürsünüz hamısı. Bu qırıldı, yerə düşdü deyə, tumu düşdü, ona görə bunun tumu görünmür. Baxın, tam əkməmişəm yarıya qədər ki, buradan çıxa bilsin. İndi gedək xurmanı göstərim sizə əkilməyini, bir də düzəlməyini. Emay, tut ləvazimatları oradan almışlar. Bundan aldım, az aldım amma. Bu birisi də şiryantları bəzəmək üçün badam qırıntısı. Adı nə gedir? Badam file, hə. 28 manat idi. Bir damcı aldım, 2 manat, 74 qəpik. Bunu aldım. Sonra kakos aldım. Həm irisini aldım, 2 növdə idi. Həm də xırdasını, irisini bəzəmək üçün, xırdasını isə un əvəzi yoğurmaq üçün. Bu da 13 manat idi kilosu. Sonra böyle un kimi olanını da aldım. Bu isə 8 manat. Daha sonra bir dənə şokolad aldım. Qarasını daha çox aldım əritmək üçün. Sonra ağından aldım yenə. Ağı da o qədər. Sonra ən maraqlı. Bunlar paylaşım. Deməli, içində ən çox xoşladığım bu oldu. Mango püresi. Uzaqlaşdırım. O qədər daddadır ki. Oy. Bunu şirniyyatları bəzəmək üçün. Belə, bundan nə qədərdir? Bundan yarım kilo aldım.
Daha sonra bu skuşonludur. Bu da yarım kilodur. Daha sonra frambuaz jele. Bu malinalı olan içlikdir. En çok istifadə etdiklərimdən şokolad dolusu. Bu isə çiyələk. Bir də en çok istifadə etdiyim jele karamel. Bu kadar. Aldıqlarımız bu kadar. İnşallah bunlarla qəşəng reseptlər çəkərik.